Poeziya sadəcə gözəl söylənmiş sözlər və hiss deyil. Poeziya qanayan yaranın, poeziya çatlayan dodaqların məlhəmidir. Əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər, hər birinizin hər vaxtınız xeyirli, uğurlu olsun. Xəzərin sahilindəyik və biz bugün poeziyadan, sözdən, hissdən, ürəkdən, çatlayan dodaqlardan, qanayan ürəklərdən danışacağıq və həm də ona məlhəm olacaq. Çünki bizim Xəzərin sahili bugün cığatel nəfəsi ilə, cığatel ruhu ilə sizinlədir. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Ay mənim gözəlim, Fəxriyə xanım, xallı gözəlim. Sizin də hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Sizin hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Biz sizi həmişə görürük. Amma bugün başqa cürə görüşürük. Çünki bugün Xəzərin sahilindəyik. Yəni bu gəlişi gözəl söz kimi yox, ay Fəxriyə xanım. Bilirsiniz ki, mən elə nə var onu danışan adamam. Hə, heç belə gizlamaç filan işim yoxdur. O qədər verilişlər inciyirlər məndən, çoxuna gedə bilmirəm, inciyirlər, küsürlər. Küsəndə neçə aydan bir gedirəm, yaxşı gedim könlünü alım. Amma bu Xəzərin sahilində deyirdim ki, bu Fəxriyə xanım nətər hamını çağırır məni unudubdu. Bir də amma zəng eləmədim, demədim. Eləcə xəlvətcə ürəyimdə düşündüm. Bir də gördüm bu gözəl, xallı gözəl qız mənə yazıb ki, səni o verilişə dəvət edirəm. Öncədən təşəkkür edirəm Fəxriyə xanım. Var olasınız əzizim, hər zaman bu Xəzərin ruhu, dalğaları, təlatümü, dərinliyində olan o inciləri, bir cığatel ruhunu hiss eləyir və hesab eləyirəm ki, bax bugün, bu saatda, öz məqamında, yəqin ki, qismətə inanırsınız, yəqin ki, hər bir vəziyyətin, hər bir şeyin yetişməsinə inanırsınız. Meyvə yetişəndə artıq daha dadlı olur və o zaman bu zamanıymış. Bizi Cığatel xanımla uzun illər birləşdirir. Biz tədbirlərdə hər zaman bərabər oluruq və sizin o gözəl nəfəsinizdən gələn o enerji var, o enerji ilə hər kəs qidalanır və hər zaman həqiqətən fikirləşirdim ki, bax, bu şeir, söz, nəfəs, duyğu bu dalğalarla qarışmalıdır, sintez olmalıdır və gözəl olmalıdır. Və o gün bugündür. Verilişdən öncə Cığatel xanıma dedim, Cığatel xanım, bir gedin mənim Xəzərimlə görüşün, bir onunla danışın. Bu mənim ənənəvi bir stilistikamdır və onunla halallaşın, sonra gəlin bura. O bizim müdrikimizdir, o bizim böyüyümüzdür, o öz xeyir duasını versin, sonra artıq onun ruhu ilə mənim yanıma gəlin və tamaşaçılarla görüşün ki, hansı əhval-ruhiyyə ilə gəlmişsiniz. İndi Cığatel xanım, Xəzərlə görüşdünüz. Neynədir Xəzər sizə, nə dedi, hansı əhvalı sizə verdi və bugün hansı əhval-ruhiyyə ilə buradasınız? Xəzər mənim çox sevdiyimdir. Təbii ki, şairlər güllə, çiçəklə də danışır. Mən hər şeylə danışa bilirəm. Amma Xəzərlə danışmaq bir başqadır, dənizlə danışmaq bir başqadır. Biz onunla o qədər söhbət eləyirik ki, suallar veririk bir-birimizə, onu cavablandırırıq. Mən sizə o qədər minnətdar oldum. Yaxşı ki, məni göndərdiniz Xəzərin belə birbaşa qoyuna. Buradan da necə gözəl dalğalara bax. Onun enerjisini hiss eləyirəm dənizin. Elə bilirəm arxada mənə deyir ki, dayanma. Bax, bax, mən də burada mənim üçün. Elə bilirəm o dəniz mənim üçün dalğalanır. Bax, mən elə bir auradayam. Və bilirsənmi gözəlim? Mən zahiri gözəl olub, daxili gözəl olmayanda, bax bu dilim yansın əgər ona gözəl desəm. Deyə bilmərəm. Mən öz ilhamıma, mənəviyyətıma, şeiriyyətimə, vicdanıma xəyanət eləyə bilmərəm. Gözəl, daxili gözəl olana mən daha çox gözəl deyirəm. Şükürlər olsun ki, orada dəniz, burada həm xarici gözəl, həm daxili gözəl. Mənim Fəxriyə xanımım və belə bir gözəl məkan, gözəl veriliş. Valla o qədər məmnunam ki, çoxdan nə yalan deyim. Valla o qədər çoxdan ürəyimdən keçir deyirdim, ay Allah. Məni cəmaat çağırır, heç küsürlər getmirəm. İndi bu Fəxriyə xanım nəcib məni yadına salmır. Ay sağ ol valla, 100 ilədin çağırdı. Cığatel xanım, sizin sözünüz, sizin duruşunuz, sizin həyata baxışınız, varlığınız
bir əsərdir. Hər kəs öz əsərinin qəhrəmanı olmağı bacarmır. Bəzən bizə biçilmiş bir əsər janrında ikinci, üçüncü dərəcəli rolları seçir insan. Kölgədə qalmağı seçir, arzusundan keçir, istəklərindən keçir, yaşam tərzindən keçir, amma qəhrəman ola bilmir. Bugün Cıqatel öz həyat hekayəsinin qəhrəmanıdır. Baş roldadır, qərar verəndir, mətindir, öz külündən alov olandır. Bunu necə fikirləşirsiniz? Bunu özünüzmü seçdiniz? Özünüzmü olur ya, deyirlər nə düşünürsən o da başına gəlir, nə düşünürsən onu yaşayırsan. Bu ondan irəli gəlir, yoxsa alın yazısına, taleyin sizə verilmiş bir hökmü sadəcə yaşayırsınız? Onu indi yaxşıdır, bu psixoloqlar, nə bilim, o elmlər var, deyirlər ki, nə düşünürsən onu yaşayırsan, o evremə nə göndərirsən, o da sənə qaytarıb göndərir. Uzun illər, tabət bu illərə qədər mən heç elə söz eşitməmişdim. Bilsəydim, elə bir şey var, mən yetimdə bu evremə gözəl şeylər göndərərdim, mənə də gözəl şeylər gələrdi. Mən düşünmədim ki, mən belə yaşayım, elə yaşayım. Və mən bilmirdim ki, başıma nələr gələcək. Nə olacaq, nə keçəcək. Mən sadəcə başıma gələnləri yaşadım və başıma gələnlərdən nəticə çıxartmaq, ailəni, nə bilim, sevdiklərimi, sevənlərimi yaşatmaq üçün sadəcə elə yıxılanda qalxdım, yeridim. Düşünmədim. Alın yazıdır, yəqin. Yəqin ki, bu da mənim alın yazımdır, talib. Birdən görürsünüz, ham məni belə, bax, bu halimdə belə hər kəs məni təbəssümlü görür. Bu mənim, necə deyim, bu mənim yapımdır, xüsusiyyətimdir, uşaqlıqdan beləyəm. Kimsə mənim ağladığımı görməzdi indiyə qədər. Həmişə insanlara ən azından heç nə bəxş eləyə bilməyənə gülüş bəxş etmişəm. Deməli, birdən belə son vaxtlar biraz deyəsən kövrək olmuşam, laf ki, yox, kövrək idim. Heç bilmirəm, qarışdırdım ay Fəxriyə xanım, aləmi qatdım bir-birinə. Dağarana qatdım, aranı dağa. Leyla hərdən deyir ki, birdən belə kövrəlirəm, birdən hönkür bağlayıram. Leyla deyir ki, nə olub, bax, yenə nə olub, bax, sən ki, dili şükürlüsən. Deyirəm, Leyla, kənar bilmir, sən də bilmirsənmi, sən bu sualı mənə necə verə bilərsən? Sən bilmirsənmi, bir insan bu cürə yaşalar, necə yaşaya bilər? Bu da deyir, sən insan deyilsən, sən şairsən. Sən göydən gələn nadir nüsxəsən. Belə deyir, zarafat filan fəsməkən. Oradan da mənim özümün də bir şeirim var. Başqa planetdən gəlmişəm sanki. Demək, tez mənə sual verir Leyla. Deyir ki, mama, sənin bütün bu dediklərin qarşılığında mən də sənə sual verirəm. Şair olmağına peşmansanmı? Deyirəm, yox. Deyir, onda danışma. Bu sənin şair taleyindir. Belə də fikirləşirəm ki, o qədər məntiqlidir ki, bu cəmaatın ürəyini yandıran, onların ruhuna, eşqinə yansıyan, nəğmələrə dönən, insanların könlünə yol tapan şeirlər hamısı o yanğılardan yaranır. Elə bax, gözləyirdim ki, son olaraq nə deyəcəksiniz? Bax, elə o fikri təsdiqləyirsiniz. Yəni, xoşbəxt adam şair ola bilərmi? Çətin olar xoşbəxt adam. Yazdığı da bir tərəfli olar, bir mənada olar. O xoşbəxtliyi olan tərəf ki var ha, ancaq elə yazar ondan yazar, dönər ondan yazar. Bax, mən belə düşünürəm ki, xoşbəxt adam bu cürə yanıqlı, dərin, şair ola bilmir. Və xoşbəxt, bizim yuxusuz gecələrimiz var. Bizim yuxuya həsrət qalan günlərimiz var. Bizim deyəndə, yəni bir halda, mənim də inan ki, 1000 yaşım var, gözəlim. Bəli. Mən elə bil 1000 ildir yol gəlirəm. İnanırsınızmı, əsrlər gəlmişəm mən. Cıqatel xanım, neçə yaşınız var? Mənim indi elə bax, bu il iyun ayında 60 yaşım tamam oldu. Az da deyil, bəlli bir yaşım. Amma çox da deyil. Amma mən bilmirəm, çox da deyil. Heç özümü bu boyda başıma gələn işlərə, yaşadığım faciələrə, müsibətlərə, nə bilim, çətinliklərə baxmayaraq heç nə qalmışam belə ki, bu 60 yaş kimin yaşıdır?
Cığatel xanım, Ay can. bax əvvəllərdə ümumiyyətlə dediyim kimi bir tale yaşayırsınız və tale enişli yoxuşlu taledir. Əvvəl yaşadıqlarınız, bugün yaşadıqlarınız, insan əvvəlmi güclü olur, indimi güclü olur? Yəni əvvəl gəncsən, güclüsən, bugün müdriksən, güclüsən. Yoxsa ki, əvvəl gəncsən, anlamırsan, zəifsən, bu gün də artıq müdrik, yaşlısan, çəkə bilmirsən. Bax, bu hansı dövr daha asan keçirilir? Nə gözəl sualdır. Oy, sənə təşəkkür edirəm, gözəlim. Əvvəl gənc olanda fiziksel cəhətdən dözmək olur. Fiziksel cəhətdən. Yəni, bax belə, gücün çatır, ayağın çatır yeriməyə, qolun çatır qaldırmağa, gözün çatır baxmağa, başının gücü yetir düşünməyə. Onda insan mənən zəif olur, ruhən zəif olur. Amma fiziksel cəhətdən güclü olur. Onda insanın orqanizması dartıb gətirir. Elə ki, yaşa gəldin qızım, gözəlim. İndi də mən heç inanmazdım ki, mən yorula bilərəm. İndi də cismim yorulub, indi məni dartan mənəviyyatım, ruhum, dərinliyim, kamilliyim və müdrikliyimdir. Nə gözəl cavabdır. Deməli, gənclik vaxtı yaşadığın hər hansı bir yaşantılara bədən dartır səni, qaldırır ayağa. Amma müəyyən yaşdan sonra yaşantılarına bədəni ruh saxlayır, qaldırır ayağa. Bəs nədir? Necə gözəl cavabdır. Gözəl sualın gözəl cavabı olar. Mən nə zamanda həsrətəm belə gözəl suallara. Sən gözəl soruşdun qızım, mən də gözəl dedim. Bilirsinizmi nətərdir? Artıq elə olur ki, mən biz bir vaxtlar kimyadan doymuş məhlul deyir, doymuş məhlul. Artıq qəbul eləmir ha heç nə. İndi bizim, məsələn, məni kimi insanların mənəviyyatımız, ruhumuz, başımız elədir ki, doymuş məhluluq biz. Artıq şeyləri qəbul edə bilmirik. Bax, elə bir şey var ki, ona 1000 dənə söz demək lazımdır. Həmi gücüm çatmır demək onları. Ki, bunu mən haçana deyəcəm, haçana başa salacam, hələ o başa düşənə, mən bunu deyənə yox, dözə bilmərəm. Yox, həm də həmin o məqamda artıq yaş öz təcrübəsi ilə müəyyən xəssiyyətlər yaradır insanda. Artıq sən o məqama deməyi əhəmiyyətsiz sayırsan. Çünki bilirsən ki, onun özü ona gəlməlidir. Yəni, özü o məqama, o hala özü gəlib çıxmalıdır. Deməklə olmur. Düzdür, mən Allahı əvvəllər də çox sevərdim, tanıyardım. Bir zamanlar adamları, gəncləri qorxudurlar. Allahdan qorx. Bax, bu sözü mən qəbul etmirəm. Bəli. Mən niyə Allahdan qorxuram? Mən Allahı sevirəm. Amma indi hətta bir sözü də mən qəbul edə bilmirəm. Mən buradan Allahımdan, Quranımdan, kitabımdan və onu təbliğ edən bizim elm, din adamlarından üzr istəyirəm. O ki, deyirlər, Allah xatirinə filan şey filan elədim. Məndə qəribə bir şair təxəyyülü var da mənim. Bir qəribə inkar yaranır, əstağfurullah. Yəni, sən deməli, Allahdan qorxmasan, bu çayı bu adama verməzsənmi? Yox. Allah da mən istəyən istəyir. O da deyir ki, bir-birinizi sevin, yaratdığım bəndələri sevin. Onsuz da belə bir ifadə də var ki, hər dəfə mən bu sualları dönə-dönə müxtəlif insanlara verirəm. Bəzən bir sualı bir neçə insanlara verirəm ki, hər insanın özünün öz baxış bucağından bir nəticəyə gələsən. Bəli. Belə bir söz var ki, deyirlər ki, o şey ki, sənin qismətindədir, onun fikrini Allah sənin zehniyyətinə, Allah sənin ürəyinə salır. Yəni ki, siz də onu elə edirsinizsə Allahın xatirinə sözü oradan qaynaqlanan bir ifadə kimi işlənir. Deməli, bu yaxınlarda bir həm elm adamıdır, həm ilahiyyatçı bir adamdır. Deyirəm ki, deyir ki, mənim dualarım keçir, deyirəm ki, dua eləyin, mən də namaz qılım. Deyir ki, Allah sənə artıq istəməyi verib,
İstəmək Bəli. özü artıq İşə başlamaq deməkdir o demək olar ki. istəməyi də deyir yerə Allah verib. Gör nə gözəl deyir. Qısa aradan sonra buradayıq. Reklamlarımız bitdi. Cığatil xanım bizimlədir. Cığatil xanımın əlavə statusları sadalamağa ehtiyacı yoxdur. Elimizin, obamızın şairə xanımı, elimizin, obamızın ruhu, ahəngi, gülən gözü, duyumu, həssası da başqa sözlər demək istəmirəm. Cığatil xanımın hər zaman gözlərində sevinç gözyaşları olsun. Və Cığatil xanım, qadın olmağın özü artıq Tanrının seçilmişi olmaq deməkdir. Qadın Tanrıdan sonra yaradandır, Tanrıdan sonra böyüdəndir, Tanrıdan sonra sahiblənəndir. Və Tanrı ilə qadının missiyası demək olar ki, eynidir və Tanrı bu missiyanı qadına verib. Bugün Cığatil öz yaşantılarını, öz ailəsini, övladlarını, balalarını, kitab dəftərini, qələmini, misrasını sahiblənib yaşadan biridir. Və bu da deməyinizdən belə anlaşılır ki, bu təbiətin sizə verdiyi bir enerjidir. Cığatil xanım, olur ki, insan bir məqamda dayanır, durur və bəsdir, yetər, bitdi deyir və dayanır. Bax, o məqamda Cığatili yenidən, külündən od olmağa hansı hissi kömək olur? Deməli, heç indiyə qədər deməmişdim. Dayan. Deyirdim, elə yorulmuşam, elə yorğunam, elə bir ömürdə daşmışam. Axı yorulmayım, axı nə eləyim, çiynimdə dağ boyda yaş daşmışam. Bunu demişəm, məsələ demişəm, çoxları bəxtəvər söyləyir sənə, kim bilir çəkirsən nələr Cığatil. Ormanında 1000 ovçu var silahlı, köksündə ahular, mələr Cığatil. Bu tipli o qədər, ancaq şeirimlə danışmışam, yazmışam. Amma indi mənim bir məqamım oldu ki, onda mən elə bir məqam idi ki, onda Allaha dedim. Mən Allaha danışıram axı Allahla. Nə olsun ki, mənə bu qədər dərd verib? Nə olsun ki, məni bu qədər yaşımdan, başımdan çox mənə imtahanlardan keçirib, sınaqlardan keçirib. Nə olsun ki, gözəl Allahdır. Mən onunla danışıram, sevirəm Allahımı. Amma bir məqamım var idi ki, o məqamda durdum. Dedim Allah dayan, dayandır imtahanım, gücüm qutardı. O məqamı da bilmirəm indi sizə deyim mi, demeyim mi? Təbii ki, bilənlər. Yaşantılarınızı bilirik Cığatil xanım. Hər bir kəsin həyatında bəlli məqamlarında bu yaşantılar olur və biz bunu həm də ona görə keçə bilirik ki, biz Allahın varlığına, verdiyinə və aldığına şahid olub ondan barışırıq. Özünü dərk etmək, Allahı dərk etmək deməkdir. Allahı dərk etmək, özünü dərk etmək deməkdir. Bu belə yaşayan, belə dünya, necə deyim belə, dünya malı üçün, nə bilim, bu filandır, bu evdir, bu eşikdir. O bir misal var, deyirlər, əli çatmayan nə olar? İnanın, bu ondan deyil artıq. Mən tam yetişmişəm, oraya çatmışam. O dərgaha yetmişəm. Mən ölmüşəm. Dərgahdayam artıq. Danışıram, görürəm, məsləhət verir, o da mənlə danışır. Ona görə artıq tərki dünya olmuşam. Allah da məni sevdiyi üçün, gör nə qədər sevib məni. Gör nə qədər məni sevib ki, məni gətirdi, bu məqama yetirdi ki, mən tərki dünya oldum. Tərki dünya olandan sonra da, bax bu ruhani, var içində sufi şeirlərdə. Əvvəllər deməz idim, indi yaşım başım da var, indi can qoymuşam. Sufi şeirlərinizdən deyin mənə. Deyim. Deyin əlbəttə. Deyim. Deyir, o dünyadan gələndə bir mələk söyləmişdi. Qız, fanidə yanarsan, mənə getmə demişdi. Mələk mənə deyəndə artıq zaman gec idi. Dünyalar arasında qərib köçə-köç idi. Dönüş yox idi geri. Daha çıxmışdım yola. Bugünkü taleyimlə dayanmışdım qol-qola. Biri qanadlı mələk, biri qanadsız mələk. Mən neçə mələk gördüm dünyaya gələnədək. 9000 illik yolu
9 aya gəlmişdim. Mən ağılsız ağlımla üstəlik sevinmişdim. Bax, bu dünyada gördüyüm mələk bastı bağrına. Burada ana deyirlər bu mələyin adına. Gecə gündüz yatmadı, dayandı keşiyimdə. Gündüzlər qucağında, gecələr beşiyimdə. Bax, beləcə böyütdü, çatdırdı boya, başa. Dedi, daha böyüdün, yaşa, övladım, yaşa. Mənə yaşa söylədi, yaşamaq öyrətmədi. Fanidə fənalığı daşımaq öyrətmədi. Mənə haqsız dünyada yalnızca haqq öyrətdi. İndi çaşıb qalmışam, bəlkə nahaq öyrətdi. Elə nahaq öyrətdi, bəlkəsi yox bu işin. Mən əlində qalmışam bu dövranın, gərdişin. Bura hara, mən hara, bura nə qərib diyar. Görəm mən mi qəribəm, qəribə mi adamlar? Bəs mənə deyirdilər, ən ali varlıq insan. Ana, gəl məni qurtar, qorxuram insanlardan. Sən demə buradaymış qovulmuşların xası. Aman, aman, ay aman, bura şeytan yuvası. 1000 il orada var oldum, bir an əzab çəkmədim. Burada bir an yaşadım, çəkilməz oldu dərdim. Əlim çatmır yandırım, orada qalıb lələyim. Məni tərk edib gedib, o bələdçi mələyim. Görsəydim deyərdim ki, ey mənim simurq quşum, bu sirri öyrət mənə, söylə, kimdən soruşum? Mən Adəm də deyildim, mən Həvva da deyildim. Nə günah eyləmişdim, dünyaya göndərildim. Nə günah eyləmişdim, dünyaya göndərildim. Çağatay xanım, Can, bu bir tamaşadır. Bu bir əsərdir, bu bir filmdir, bu bir... Mən onların hamısını yaşadım, gördüm. Filmi gördün? Bu tamaşadır. Hələ biri var, insan olmaq istəmirəm, vay vay, bunu bilmirəm. Deyəsən, mətanətin verilişində dedim, gözünü yumdu, aktyorlarla düşmüşdüm təsadüfən. İnsan olmaq istəmirəm, çəkin. Obrazlı tamaşadır bu. Çəkin, yaxamdan əl çəkin, daha heç nə istəmirəm. Yorulmuşam, usanmışam, daha heç nə istəmirəm. Elə qəribə bir şeirdir o da. O da dedim, valla gözlərini yumdular, dedilər biz kinoya baxdıq. Sən də filmə mi baxdın? Eynən, eynən, mükəmməl. Bir kimsə demədi, yaşa, hamı dedi yaşa, bir kimsə yaşamağı öyrətmədi. Hə. Mənə yaşa söylədi, yaşamaq öyrətmədi. Öyrətmədi. Fanidə fənalığı daşımaq öyrətmədi. Mənə haqsız dünyada yalnızca haqq. Bizə yaşamağı kim öyrətməlidir? Bilirsinizmi? Kimdən umaq? Biz o öyrətmədi dediyimiz ünvan kimdir ki, o onu eləməli idi, amma eləmədi. Əslində, Və yaxud nədir? Fərqi yoxdur, o nədir? Əslində, bu yandığımızdan deyirik bizə. O bizə necə vicdansız olmağı öyrədə bilərdi? Axı bizim valideynlərimiz, mənim anam necə mənə şərəfsiz olmağı öyrədə bilərdi? Necə paxıl, necə dünyaya, cəmiyyətə nifrət saçan, pislik eləyən necə bir evlad böyüdə bilərdi? Axı elə deyildi bizim analarımız. Axı onlar bizə yalnız gözəllik öyrətdilər. Yaxşılıq öyrətdilər. İndi mən burada sətir altı, yəni belə deyirəm, yandığımdan deyirəm ki, bax mənə yaşa söylədi, yaşamaq öyrətmədi. Axırıb da gətirib deyirəm ki, anam özü məni qoydu, çıxdı, getdi, bələdçi mələyimiz bizim analarımızdır. Bəli, bəli. Hə, axırında gətirib deyirəm ki, axı mən yazıq, nə cənnət gördüm, yox, cənnətdə idim deyirəm bəyəxtanla. Axırda da deyirəm ki, axı mən yazıq, mən yetim, nə günah eləmişdim, dünyaya göndərildim. Axırda inciyirəm ona, hələ anama bir şeir yazmışam, deyirəm mən yananda, ciyərim çıtır yananda, onunla küsmüşəm. Məni bu dünyaya niyə gətirdin? Boşalan dünyada dolmuşam, ana, sən məni gətirdin yaşatmaq üçün. Sanma yaşayıram, ölmüşəm, ana.
İndi çağırıram, duy nəfəsimi. Niyə eşitmirsən haray səsimi? Bax, çiynimdə doğmusan yer kürrəsini. Bu yükün altında qalmışam, ana. Hətta bax, anama da belə bir şeir yazmışam. Gah inciyirəm, gah küsürəm. Birində bəyək sən dediyin kimi deyirsən ki, ana da yaradan, deyirəm Allah da yaradan, sən də yaradan. Tanrı bağışlayar Allahım desən, məni bu dünyaya sən gətirmisən. Bu şair təxəyyülüdür, şair təfəkkürüdür və məqamlar var. Yetər ki, insan... Məsələn, mən öz ilhamıma xəyanət eləyə bilmərəm. Onlar bəzən birinisə könlünü almağa, məsələ, birinin bir təvərri evladı olar. Xahiş eləyər ki, 20 ildən sonra, 15 ildən sonra nə olar deyər, mənim bu evladım olub, buna bir mahnı yaz. Yəni, o da xəyanət deyil, o da könlünü almaqdır. Bilirsiniz nə var, əzizim, bax, yaxşı yadıma bir şey düşdü. Deməli, bir proqrama getmişdim. Televiziyanın rəhbəri simarış göndərmişdi ki, Cığatel xanıma deyin ki, deməli, bir şairə gəlmişdi, deyir. Başladı Cığatel xanımın belə davranışlarını eləməyə. Deyir, mən də simarış göndərdim ki, o istəyir Cığatel olmaq. Cığatel olmaz ondan, ola bilməz Cığatel. İndi elə bax, bilmirəm, nə dərəcədə düzdür sənin bu samballı, bu gözəl verilişində bu cümləni danışa bilərəmmi mən? O deyir ki, birinin o Koroğlu, qiyamət, Koroğlu gəldi. O yerdə yurtda da paxıllar var imiş, deyirlər. Niyə elə Koroğlu deyirlər? Deyirlər, bu Koroğludan, bu pəhlivandır filan. Gedir atasının gözünü çıxardır ki, buna da Koroğlu desinlər. İndi gözəlim. Buna da deyirlər kör kişinin oğlu. Hə, sən kör kişinin oğlu. Mən gördünmü, bax hara getdim. Sən də getdin o şeirin içində. Bax gözəlim, sən deyirəm, çünki sən cavansan, gözəlsən. Bəli. Bax o şeirin içində haralara getdin. Sən belə özünü unuttun, bir serialın içinə getdin. Mən onu, o təqlid eləyənlər var, nə bilim mən belə istəyirlər ki, biri olsunlar, bununlasın. Birdən bir gülməyim gəlir, bir də görürsən, mən şeir deyəndə özümdən gedirəm ax. Düz gedirəm Allahın yanına, aləm. Bir də görürsən, bütün aləm qarışır. Gözümü açanda görürəm, vay, səhnədəymişəm sən demə. Sən demə verilişdəymişəm. Bunu mənə Allah verib. Mən o şeirləri elə yazmışam. Ağlaya-ağlaya yazmışam. Mənim şeir yazmaq formamı heç kim görmür. Amma o hissi... Onu indi bəzən istəyirlər ki, Cığatel kimi eləsinlər. Belə, o da düz də gəlmir. Elə utanıram, elə xəcalət çəkirim onları yerinə. Amma bir şeiri, bax indi, burada dediyiniz bu mini tamaşanı, burada dediniz, buna qədər də bir neçə yerdə demisiniz, onu tutaq ki, yazmısınız, onu ərsəyə gətirmişsiniz. Hətta belə bir ifadə var, bir məşhur şairlərimizdən biri demişdi ki, siz bilsəydiniz ki, şeir necə yazılır? Şeir mətbəxdə qadının pişirdiyi yemək tör-töküntüsü kimi yazılır. Sonda o yığılır, bir ərsəyə çıxır. Yəni, bax, bunu ki, gözünüzü yumdunuz, o səhnəni gördünüz, yaşadınız, gözünüzü açdınız ki, elə bir məkandasınız ki, yəni ya verilişdəsiniz, ya publika qarşısındasınız. Bəli. Bəs onu hər dəfə eyni hisslər mi yaşanır? Qətiyyən. Hər torpaq, hər bitkini eyni mi yetirir? Münbit torpaqlarımız var bizim. Münbit torpaqlarımız var. Elə bir dənə toxum əkirsən, yaşıllaşır, pardaqlanır, çıxır. Hansı torpaqda məni cücərtsələr, o torpağa uyğun deyir, yetişirəm mən. Münbit torpaqda münbit deyirəm. Yararsız torpaqda elə vaxt olur, mən şeir düyünlənib qalır boğazımda, deyə bilmirəm. Deyirəm, bağışlayın, mən elə vaxt olub yarımçıq da çıxmışam hətta proqramdan. Elə vaxt olub musiqini dayandırmışam. Lütfən, hətta bir dəfə zarafat da eləmişəm. Bütün dərdlərimə baxmayaraq, mən biraz da zarafatçılam. Bizim mənim əziz qardaşım Eldar Ələkbərovla danışırdıq. Deyir, necə keçdi veriliş? Deyirəm, Eldar, məni elə pis müşayiət elədilər musiqiçilər, şeiri bütün xaric dedim. Biraz fikrə getdi, necə yəni şeiri xaric dedim, görmüşük, mahnı xaric oxunar. Dedim, inan Allaha Eldar, mən sənə deyirəm, şeiri xaric dedim, elə pis dedim şeiri, elə pis dedim. Bütün ruhumu uçurtdular, eləcə yalan onun əzbərçi uşaqlar da. Əlbəttə ki, münbit torpaq məsələsi. Hər yerin öz ab havasında
elə yer var, bunu deyəndə hönkür-hönkür ağlayıram. Bax, bugün gördük nə halə getdim. Mən gördüm. Ona görə soruşuram ki, mən onun təbii hissini yaşadım, o mənə yansıdı və içimdə sual yarandı. Acaba hər dəfəmi bu hissi yaşayır? Şeiri yaşayıram, amma elə yer var, qoymurlar yaşamağa, yaşatmırlar onu. Məni gərək yaşadasan. O tempi gərək mənim ruhum tuta. İndi bizim ruhumuzu bu çay yaşadı. Bu dəqiqə boğazımızı yaşlayaq. İşarə eləyirlər, reklamların zamanıdır. Qısa bir aradan sonra buradayıq. Əziz tamaşaçılarımız, siz də bizimləsiz. Mən buna ümid eləyirəm, mən buna əmin olmaq istəyirəm. Çox gözəl bir auranın ağuşundayıq. Cığatel poeziyası, Cığatel ruhu, Cığatel fəlsəfəsi bugün Xəzərin sahilindədir. Artıq şəhər də qarışmaq üzrədir. Görün nə gözəl zamandayıq. Daxili aləmi. Estağfurullah əzizim. Qısa aradan sonra buradayıq. Qarşımızda çox gözəl bir xanım, ruhu gözəl, özü gözəl bir xanım, gözəl də Xəzərimizin sahilindədir. Və Cığatel xanım, Cığatel xanımın təqdimata ehtiyacı yoxdur. Yenicə qoşulan tamaşaçılarımızı salamlayıram. Qısa ömrü əbədi həyat kimi yaşamaq. Bunun üçün insana nə lazımdır? Yalnız əbədiyyəti bu dünyada qazanmaq lazımdır. Elə adamlar var, mənim ürəyim ağrıyır. Nə olar, lap mənim öz doğmalarımdan da. Məsələn, mənim atam dəmirçi isə kişi idi. Gör, neçə ildir dünyasını dəyişib. Evlər, tikdiyi evlər, qurduğu binalar, pəncərələr hələ də yaşayırlar. Bizim şairlərimiz, bizim musiqişünaslarımız, bizim aparıcılarımız o zaman əbədiyyəti burada qazanmaq və ölməzlik qazanmaq lazımdır. O ölməzliyi də inanın ki, məsələ bax, hər insanın qarşısında bir amalı məqsədi olsa, o gözəl qəlbi olsa, mən elə bilirəm ki, Allah bu dünyaya heç kimi boş gətirməyib. Bax, o dənizə bax. O dənizin üzərində mən üzə bilərəmmi? Əsla. Onun üçün ayrı adam yaradıb. Bu dənizin ortasında bu cürə möhtəşəm bir məkan yaranıb. Bunun üçün ayrı bir adam yaranıb. Aparıcılığı üçün Fəxriyə xanımı yaradıb. Gərək insan ölümü dərk etsin. O ki, deyirlər, əvvəl gənc olanda insanlar elə bilir ki, bunu yəni adamları qorxutmaq üçün deyirlər ki, hər gün son günün kimi yaşa. Axı bizim Peyğəmbərimizdən, övliyalarımızdan belə bir misal qalıbdır, belə bir sözlər qalıbdır. Bax, o əvvəlcədən eşidib, düşündüyüm, bəlkə də haçansa qorxduğum şeyləri mən indi artıq tamına bax, belə elə rahat yaşayıram ki, nəinki bir gün son, hər gün insanın son günü kimi son, gün nədir? Hər an. Bax, bu da son an ola bilər. Bax, onu insanlar dərk etsə, olumu, ölümü, yaradılışı, Allahı dərk etsə ki, bu insan dünyada qonaq gəlib, biraz yaşayıb gedəcək. Onda, bax, o ölməzliyi, əbədiyyəti mənə elə gəlir ki, yaradıb köçüb gedərlər. İndi mən elə sevinirəm ki, nə olsun ki, heç yaşamadım. Hələ indi 60 il yaşamışam. Bax, şükürlər olsun Rəbbimin dərgahına. 60 il yaşadım, gözəlim. Bir gün yaşamadım ki, özüm üçün. Nə xoş gün gördüm, nə xoş həyat gördüm, nə xoş ev gördüm, rahat. Nə gəzmək gördüm, nə dincəlmək gördüm, nə istirahət gördüm, nə üzüm gülmədi, nə belə İraqda bundan qalan balalarımın canına, nə sevinmədim. Ha, nə olsun ki, bu Allaha qurban olum. Heç olmasa boş deyil. Bax, mənim böyük bir təsəllim var. Bax, indi də mən ölməyə hazıram. Çünki boş getməyəcəm. Boş. Kitablarım var, nəğmələrim var, şeirlərim var. Şeirlərimdən də betər insanların mənə olan sevgisi var. O sevgilər də boş yaranmır ha, sevgidir.
elə şeylər var ki, sevgidir, xislətdir, mənəviyyatdır, onları dünyanın varını töksən ala bilməzsən. Ona görə də mən xoşbəxtəm. Bəzi məqamlar energetik olaraq bir-birinə zəncirvari bağlıdır, estafet kimi. Bəlkə də sizin Səməd Vurğun ruhuna bağlılığınız, Səməd Vurğun, niyə məhz Səməd Vurğun ruhuna bağlılığınız bugün o ənənənin davamıdır, ruhun davamıdır. Axı ruh həyatı dəyişə-dəyişə davam edir deyirlər. Bəlkə də onun davamıdır. Sən mənim bir sirrimi üzə çıxardacaqsan, mənim heç vaxtı demədiyim bir sirrimi. Səməd Vurğun paltosuna baxıb ağlayan şairə, Səməd Vurğunun muzeyində onun nəfəsinə baxıb ağlayan şairə əlbəttə ki, o göz yaşlarının haqqını verməlidir. Əlbəttə ki, o paltoya baxanda o şinelin içindən çıxan insanın ruhunu davam etdirməlidir. Ay qız, mən hələ istəyirdim sənə bir sir verəm. Sən bunları hardan öyrənibsən? Bizim də işimiz budur da. Siz Allah. göylərlə, misralarla çalışırsınız. Bax, bizim də işimiz budur. Bilirsiniz, Cığatel xanım. Mənə Səməd Vurğun dedi yuxumda. Və siz bu stilistikanız, şeir stilistikanız, şeir üslubunuz, şeir texnikanız Səməd Vurğun, Hüseyn Arif, Zəlimxan, Yaqub stilistikasıdır. Bilirsin necə oldu? Bax, mən zaman daralır deyə çox üzr istəyirəm ki, bu fikrimi çatdıram. Deməli, mən o olaylar yandı, getdi, yıxıldı, batdı, bunları danışmıram. Yəni, tamaşaçılar, qurban olaram sizə, daha incitmirəm o sözlərlə sizi. Deməli, o yazmağa başlayanda ki, başladım yazmağa, belə sevənlər də oldu. Bir-iki nəfər dedilər ki, yalan deyir, bu nə danışır dedi, bu Səməd Vurğunun şeiridir. Ağlaya-ağlaya gəldim evə, bütün dəftərlərimi cırdım. Birdən ayıldım. Mən hərdən Leyla'ya deyirəm, Leyla, sən heç qorxma, bizə pislik eləyən də yaxşılıq eləyir. Deyir, nə tərim amma, bax, onda bu misal çəkirəm, bax, o Allah kömək olmuş kim idisə də məni belə aşağılamaq istədi. Dedi ki, hətta belə dedi, qələt eləyən, qələt yanlış səhv deməkdir, üzr istəyirəm tamaşaçılardan. Dedi ki, bunun şeiri deyil, dedi, bu Səməd Vurğunun şeiridir. Gəldim, ağladım, özümü öldürdüm, şeirlərimi cırdım. Vay, birdən ayıldım, dedim, nə? Əşi, bunlar bilmir ki, bu Səməd Vurğunun şeir deyil. Mən ki, bilirəm bunu mən yazmışam. Yəni, mənim şeirim Səməd Vurğunun şeirinə mi oxşuyur? Bax, o pislikdən mənə gör nə gözəl yaxşılıq elədi. Və sonra da 3 dəfə mən 3-4 dəftər cırmışam, 3-4 dəfə dəftərimi cırmışam. Pis günlər, kasıb günlər oyandan, amma inanın, yəni biraz insanlar bir mənalı qarşılamırlar. Təbii ki, yuxulara, o hissiyatlara inanan insanları da var ki, onlar inanırlar. Mən olanı deyirəm, mən niyə nə var onu deyirəm. Neçə dəfə cırmışam, hamısında Səməd Vurğun, onun belə ruhuna qurban olum. Gəlib yuxuma girib, məcbur eləyib ki, sən yazmalısan. Sənə kim? Onu mən bir poemamın içində qeyd eləmişəm. Yazmışam. Deyir, sən yazmalısan. Özü də bilirəm yuxuda. Deyirəm ki, sənə qurban olum, ay Səməd Vurğun. Axı, mən kasıb qızam, mən zorla çörək tapıb balalarıma verirəm. Bunu yazmaq, pozmaq, aparıb mətbuata çatdırmaq. Sən 4-3 dəfə cırdım. 4-cüdə gəldi, biləyimdən tutdu, məni qaldırdı. Bir kötük var idi onun üstünə. İndi istəyir inansınlar, istəyir inanmasınlar. Daha təzədən mənim 60 yaşım var. O kötüyün üstünə çıxartdı, dedi yazmalısan və sən burada durmalısan. Ondan sonra cırmadım. Yazılarımı yığdım, topladım. Düzdür, o vaxtdan yazdıqlarım var, onlar sandıq ədəbiyyatlarda var içində. Heç çıxartmıram, hətta elə şeirlər var, deyirəm, Allah, məni biabır olmayım. Bu da şeir deyib yazmışam mı mən? Bilirsənmi, deyir, balinalar arxlarda böyümür, dəryalarda böyümür. Mühit, Bakı mühiti, bax bu dərin, bax bu dəniz, Xəzər dənizimiz kimi atdılar məni bu dənizlərin qoynuna, dəryaların qoynuna atıldım, taleyim atdı məni, taleyim. Mən Bakıya çörək dalından gəlmişdim. Mən bilmirdim. Dibək də bir sual. Neçə yaşından sonra siz o lap dərin bu şeir
girdar oldu, lap dərinliyinə Deməli, qədər. uşaq vaxtdan yazmışdım. O aydındır. Aha. Ondan sonra gəncliyini Gənclikdə yazmışdım. də. Sonra mənim Rasim qardaşım var. Özlərinin evin damın üstündən mənim bir qalaq şeirimi tapmışdı. 82-ci ildə o dəftər durur tapıb gətirmişdi ki, bəs sən o vaxtdan yazırmışsan, niyə deməyibsənmiş. Onlar elə belə, yəni belə həvəskar şeirlər. Elə o ev yanından sonra 33 yaşımda. Amma iş burasıdır ki, bizim çox görkəmli alimimiz, özü də dilçi alimimiz, görkəmli şəxsiyyət Nizami Cəfərov birbaşa bax bilirsən, görəvlidir bu dillə bağlı. Bizim elə dərsliyimizdə də, yəni ədəbiyyatımızda da. Məsəl üçün, o 33 yaşı xüsusi vurğuladı Nizami Cəfərov ki, 33 yaş dedi, xüsusi bir yaşdır. Demək, onda sən yenidən doğulmusan. Orada bir cümlə işlətdim. Dedim ki, mən 3 dəfə ölüb dirilmişəm. Bir dəfə evimiz yanandan sonra, ikinci dəfə hava ölüb dirilmişdim. Bilmirəm, demişdim, yadımdan çıxmışdı. Amma üçüncü, deyirəm ki, birincidə alovdan doğuldum. İkincidə şeirdən doğuldum. Amma bu 60 yaşındakı mən öldüm, bu bildiyin, məni öldürən hadisələr ki, mən öldüm. Bu dəfə də doğuldum. Yeni küllərimdən birləşdim, doğuldum. Bu dəfə də məni xalqın sevgisi yaşadı. Cəğatel xanım, mən bəzi təsadüflərə, ümumiyyətlə təsadüflərə zərurət kimi baxıram və bunu çox adam belə düşünür. Heç nə təsadüfi deyil. İnsan təbiətin bir parçasıdır və insan o yer kürəsi ki fırlanır, o fırlandıqca insan da onun fövqündə ruhu dəyişir, xəsiyyəti dəyişir, əhvalı dəyişir, rəngi dəyişir, saç ağarır və s. Və çox qəribədir ki, bugün elə alındı ki, biz Xəzərin sahilində günəşi də gördük, ayı da görürük. Yəni, hər iki günün tən ortasına biz düşdük sizinlə. Bu da təsadüfi deyil və çox nadir hallar yaşanır. Belə ki, biz günəşlə Xəzəri qarşıladıq, ayla yola salırıq. Nə gözəl. Sizin ruhunuz da ona gör, bir başqa... Gör, nə gözəl təsadüfdür ki, mənim də bütün həyatım zərurətdən doğan təsadüflərdən ibarətdir mənim həyatım. Bütün həyatım. Bugün də biz onu təbiət olaraq, həmahəng olaraq yaşadıq. Uğurlar arzulayıram verilişində. Xeyirli uğurlu olsun. Çox sağ ol, təşəkkür edirəm. Mənəviyyatı daxili bu mənəvi verilişlərə ac olan tamaşaçılar adından başda da özüm olmaqla Fəxriyə qızım sənə təşəkkür edirəm ki, cəmaət acıdır, elə sevinəcəklər indi, sevinirlər sizi görəndə, biri də mən özüm. Uğurlu, xeyirli olsun, uzun ömürlü olsun verilişin. Amin inşallah. Bax, belə əziz tamaşaçılarımız hər zaman əl-ələ, əl-qəlbin üstündə və göz-gözə, nəfəs-nəfəsə sevgi dolu olasınız. Görüşmək ümidi ilə Allah amanında.